Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Mən Nazım müəllim Ağazadə. Sizlər üçün hazırladığım mövzu sınağı üçün izahını təqdim edirəm. Buyurun, xoş izləmələr. Deməli, ilk sual ekranda görürsünüz. Sualda 5x çıxılsın 6y bərabərdir 0 olarsa, 10x üstəgəl 3y bölünsün 5x plus 4y ifadəsinin qiymətini tapın deyir. Bunun üçün mən nə edəcəm? Əvvəlcə 5x çıxılsın 6y bərabərdir 0-dan 5x bərabərdir 6y sağa keçirdirəm. Və sağa keçiriləndə işarəsi dəyişəcək, olacaq müsbət 6y. Və x y-in əmsalına bərabər olur. Y də x-in əmsalına bərabər olacaq. Belə olan halda. Gətirib yazsam yerinə 10 vurulsun. Axı, buradan x bərabərdir 6, y bərabərdir 5 oldu. Gətirib yerlərinə yazsam 10 vurulsun 6, üstə gəlsin 3 vurulsun 5. Bölünsün 5 vurulsun 6, üstə gəlsin 4 vurulsun 5. Bərabərdir 60 üstəgəl 15 bölünsün 30 üstəgəl 20 bu eləyəcək 50. 60 üstünə 15 gələndə 75 bölünsün 50. Hər ikisini 25-ə bölsəm sürətdə qalacaq 3, məxrəcdə qalacaq 2. 3-ü də 2-yə böləndə düşəcək 1,5. 1,5 də olacaq Y variantından. Yəni sadəcə 6y sağa keçirməklə məsələni həll etmək olur. Bu bərabərliklərdən də bir-birinin əmsalına bərabər olur və gətirib yerinə qoyanda cavab olacaq 1,5. Keçək 2 nömrəli suala. 2 nömrəli sualda deyir, AB ədədini A plus B cəminə böldükdə, AB 2 rəqəmli bir ədəddir. Üzərində xətt onu bildirir ki, 2 rəqəmli ədəddir. A plus B ədədinə böldükdə qismətdə 4 alınır. AB hasilinin ən böyük qiymətini tap. Buradan AB-ni tapsam, AB bərabərdir. A plus B-ni sağa keçirdəndə burada bölmədirsə, sağa keçirdəndə vurma olur. 4 vurulsun A plus B. Yəni A plus B sağ tərəfə vurma kimi keçdi. Çünki sol tərəfdə bölmə idi. AB-nin açılışında biz bilirik ki, B təklik mərtəbəsində dayanıb. Açılış zamanı 1-ə vurulur. A onluq mərtəbəsində dayanıb. Açılış zamanı 10-a vurulacaq. Olacaq 10-a üstə gəlsin B bərabərdir. 4-ü A-ya vursam 4-a, üstə gəlsin 4-ü B-yə vursam 4B. 4A-nı sola keçirtsəm 10A-dan 4A çıxanda 6A işarəsi dəyişəcək. 4B-dən B çıxanda 3B. Və burada hər ikisini 3-ə bölsəm 2A bərabərdir 1B-yə bərabər olmuş olacaq. AB hasilinin ən böyük qiymətini istəyir bizdən, ən böyük qiymətin. Mən nə edərəm? Mən bilirəm ki, AB rəqəmdir, maksimum A ilə B 9-a qədər qiymət ala bilər. AB rəqəmdir axı, yəni A ilə B maksimum 9-a qədər qiymət ala bilər. Mən nisbəti bu formada aldım, amma bunu artıra bilərəm. Artıra bilərəm. Yəni, əvvəlcə 6A bərabər 3B aldım. 4A-nı sola keçirtdim. 10A-dan 4A 6A. B-ni də sağa keçirtdim. 4B-dən B 3B. Sonra hər iki tərəfi 3-ə böldüm. Aldım 2A üstəgəl 1. Daha sonra nə edərəm? 4-ə vuraram hər iki tərəfi. Sol tərəfi. Çünki 5-ə vura bilmərəm. 5-ə vursam artıq 10A olacaq. Bərabərdir. 5-ə vursam 5B olacaq. Artıq onda B gərək 10 olsun. Mən də dedim, axı B maksimum 9-a qədər qiymət ala bilər. Ona görə də maksimum 4-ə vura bilərəm. Olacaq 8A bərabərdir 4B. Yəni, bərabərliyin sağında solunda istədiyim ədədə vura bilərəm də. Yəni, ixtiyarım çatır. Sadəcə, AB rəqəm olduğuna görə, yəni, diqqət eləməliyəm neçəyə vururam. Yəni, A ilə B 2 rəqəmli ola bilməz. Belə olan halda A 4-ə, B 8-ə bərabər olacaq və bir-birinə də vuranda eləyəcək 32. 2 nömrəli sualda doğru cavab oldu A variantı. A bərabərdir 4-ə, B bərabərdir 8-ə. Vuranda eləyəcək 32. Keçirəm 3 nömrəli suala. Çox gözəl bir sualdır bu. Yaşlarının həndəsi ortası 6 kök adda 6 olan 2 nəfərin yaşları 2-1, 3-1 ədədləri ilə tərs mütənasib hissələrə bölünərsə, onların ən böyüyünün neçə yaşı var? Yəni, ən böyüyü neçə yaşındadır? Bax, bura diqqət eləyin. Yaşları 2-1 ilə 3-1 ilə tərs mütənasibdirsə, normalda, məsələn, 2 ilə 3 ilə tərs mütənasib olanda nə yazırdıq? 2-1, 3-1 tərsinə çevirirdik də, düzdür? Məsələn, normalda desəydik, yaşları 2-3 ilə tərs mütənasib hissələr deyəndə 2-1K, 3-1K yazırdıq, tərsinə çevirilirdik. İndi tərs mütənasib deyəndə, yəni tərsinə çevirirdik. İndi burada da 2-1 ilə 3-1 ilə tərs mütənasib hissələr çevrilirsə, bu 2-1 tərsinə çevriləcək, olacaq 2K, 3-1 tərsinə çevriləcək 3K olacaq. Digərində yaşı 3K. Birincinin yaşı olsun 2K, digərinin yaşı olsun 3K. 3K. Həndəsi ortası 6 kök adda 6-dırsa, həndəsi orta nə idi? 2 dənə ədədin həndəsi ortası, məsələn, tutaq ki, A ilə B-nin həndəsi ortası kök altında AB idi.
kökatda hasili idi. İndi bunların da həndəsə ortası kökatda hasilidir. 2k vur 3k. Deyir, həndəsə ortası 6 kökatda 6-ya bərabərdir. Bu elədir kökatda 6k-nın kvadratı bərabərdir 6 kökatda 6-ya. K-nın kvadratından k çıxır, kökatda 6 qalır yerində. Burada da 6 kökatda 6. Kökatda 6-lar getdi, k bərabərdir 6-ya. K-nı 6 tapandan sonra gətirib yerinə yazsam, birincini 2 dəfə aldım 12, ikincini 3 dəfə aldım 18 taparam. Ən böyüyü neçə yaşındadır? 18 yaşında olacaq. B variantı çox gözəl bir sual idi. Keçirəm 4 nömrəli suala. Faiz mövzusuna aid olan bir sualdır. Diqqətlə qulaq asın. 60% zərərlə 150 manata satılırsa, hər şeyin tamamı demişdik ki 100%'dir. Hər bir şeyin tamamı, yəni yol gedirsənsə, yolu sonlandırırsansa 100% iş görmüsən. Məsələn, bugün kitab oxumalısansa 3 səhifə kitab oxumusansa, bu işi 100% yerinə yetirmirsən. İndi 60% zərər deyirsə, tamamı 100% idi. 60% zərərdirsə, yerdə qalıb 40%-i. 100%-dən çıxırsan 60% zərəri, atdın getdi zərər, deyir 150 manata satılıbsa, yəni 150 manata satılır, 40%-dir o zaman 150 manat. 60% gedib 150 manat qalıb və 60% gedibsə 40% qalıb. Faiz olaraq 40%, məbləğ olaraq 150 manat. İndi bu belə yazdım. Sonra deyir ki, satılan mal 60% xeyirlə. Bax, zərər deyəndə 100-dən çıxdım, 40 yazdım. Xeyir deyəndə də həmişə 100-ün üstünə gəlin. 160% olarsa, yəni 60% xeyirlə neçə manata satılar? X manata. X manata. Bunu da çarpaz vursam, 40x bərabərdir 160 vurulsun 150-yə. X də bərabərdir, 40x bərabərdir 160-ı 150-yə vuranda neçə eləyəcək? 24, 2 dənə də 0, 2 dənə yoxsa 3 dənə? 3 dənə 0, 24.000. X də bərabərdir, 24.000-i də böləcəm 40-a. Bunlar getdi, burada olacaq 600. Sualın doğru cavabı, yəni özünüz hesablamanı ürəyin istədiyi kimi eləyə bilərsiniz. Əsas yolu yadda saxlayın. 4-də olacaq A variantı 600 manata satılar. Keçirəm 5 nömrəli suala. Həndəsə mövzusuna aid olan bir sualdır. Burada tez baxan kimi, hələ heç məsələnin şərtinə baxmamışdır. Buranı tapmaq olar. Bura 65 dərəcədir. Amma görək məsələnin şərtində nə deyir? ABC üçbucağında adi hündürlükdür. 25 dərəcə, 55 dərəcə verilib. Verilənlər yazıb sadəcə BAC-ni istəyir. BAC haradır? BAC. Bütün bu bucaq istəyir BAC-ni. BAC-nin də 25 tərəfi var, sol tərəfi yoxdur. Onu da tapacaq. Bax, bu gördüyünüz üçbucaq, düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda bir bucaq 90 dərəcədir. Digər itdə bucaqların cəmdə 90 olmalı, avtomatik buralı 65. Böyük üçbucağa baxsaq 55-65. Burada özümə bir x desəm. Bu böyük üçbucağa baxıram. ABC üçbucağına, böyük üçbucağa. Axı bu üçünün də cəmi 180 olmalıdır. Üçbucağın daxil bucaqlarının cəmi 180 və yaxud da ki, onu da yazmıram. Çox sadə. Bura 90 dərəcədirsə, burada 90 dərəcədir də. Deməli, bu 55 isə bu tərəfi olacaq necə? 25 dərəcə. 25 dərəcə olacaq sualın doğru. Yox, bir saniyə. Bizdə nə istəyir? Hə, bucaq A-nı istəyir, ümumini. A-nı istəyir, o zaman olacaq 50 dərəcə. O zaman olacaq 50 dərəcə. BAC-ni istəyir. Bir dəqiqə, bir də baxım. Daha doğrusu 25 yox, bura 35 olacaq. Bura olacaq 35 dərəcə. 35 dərəcə. Çünki 55-dirsə, axı bu ikisinin cəmi 90 olmalıdır. Bu 35-dirsə, burada 55 olmalıdır. Bu 35-dirsə, bura 55-dirsə, burada 35 olmalıdır ki, bu içəri, bu iti bucaqlar tamamlansın 90 dərəcəyə. Bir də təkrarlayıram. Bu 90 dərəcədir bu hissə. Bu 90 dərəcədir, burada 90 dərəcədir. 90 dərəcədirsə, bura qalır neçə dərəcə? 65 dərəcə. 90, 55 isə bura qalır neçə dərəcə? 35 dərəcə. Məndən A bucağını istəyirsə BAC-ni. Bu da eləyəcək 60 dərəcə. 35-in üstünə 25 gələndə 60 dərəcə. Sualın doğru cavabı olacaq 5-də C variantı. Keçirəm 6 nömrəli suala. Bu da üçbucaq mövzusuna aid olan sualdır. ABC bərabər yanında düzbucaqlı üçbucağında BC hipotenuzun uzunluğu 12/2 və AC hipokatet üzərində götürülmüş D nöqtəsi üçün DC 7 olarsa BD-ni tap. Bəli, çox gözəl bir sualdır bu sual. Ümumiyyətlə, uşaqlar, üçbucağa aid sualları həll etmək istəyirsinizsə, qaydanı mükəmməl bilməlisiniz. Yəni, qayda önəmlidir də.
Həndəsənin ən vacib mövzularından biri, hətta deyərdim birincisi üçbucaqdır. Yəni üçbucaq hökmən bilinməlidir, qaydalar mükəmməl şəkildə. Bərabər yanlı düzbucaqlı üçbucaq sözünü işlətdi. Bu çox gözəl bir fiqurdur. Bərabər yanlı düzbucaqlı üçbucaq. Bərabər yanlı düzbucaqlı üçbucaqda, bax 90 dərəcəni belə qoyuram. Belə bir şəkili bu formada çəkirəm. Şəkili sağdakı formasında çəkirəm. Bərabər yanlı düzbucaqlı üçbucaqda katetlər AA verilərsə, hipotenuz A kök altı 2-dir. Yəni bu qaydadır. Bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök altı kimisininə bərabərdir. Bu qaydamız. İndi gəlin bu qaydaya tətbiq edək. İndi hipotenuz 12 kök altı 2-dirsə, deməli bunun kateti neçədir? Bunun kateti 12-dir ki, hipotenuz 12 kök altı 2 olub. İndi yaxşı, bura 7-dirsə, bu hissəyə neçə qalır? 12 olmaq üçün 5. İndi burada bir düzbucaqlı üçbucaq görürsünüz. Bax, balaca düzbucaqlı üçbucaq görürsünüz. O düzbucaqlı üçbucaqda 12, 5 katetlərdirsə, hipotenuza neçə düşür? Pifagor ədədlərini bilirsiniz də, 12, 5-dirsə 13. Yəni 12-nin kvadratı 144, 5-in kvadratı 25. Toplayanda elədi 169, 169-dan da 13 alınır da. Yəni 13-in kvadratı 169 eləyir. Sualın doğru cavabı olacaq C variantı. Keçək 7 nömrəli suala. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərinin 25%-ni təşkil edirsə, bu bucaqların böyüyünün dərəcə ölçüsünü tapın. Siz bilirsiniz ki, uyğun tərəfləri paralel olan bucaqlar ya eyni adlıdır, yəni hər ikisi iti və yaxud da ki, hər ikisi kör. O zaman bir-birinə bərabər olur. Alfa bərabərdir, B ehtiya. Ya da uyğun tərəfləri paralel olan bucaqlar müxtəlif adlı olanda, məsələn, biri alfa, biri beta, biri iti, biri kör olanda, məsələn, bu itidir, digər kördür. O zaman bunların cəmi 180 dərəcədir. İndi deyək ki, bu bucaqlardan biri digərinin 25%-ni təşkil edirsə, bu bərabər ola bilməz. Bərabərsə necə biri digərinin 25%-ni təşkil edirlə bərabər olardı da. Ona görə də bu müxtəlif adlıdır. Birinci versiya getdi. Və biri digərinin 25%-ni təşkil edirsə, məsələn, 1x-dirsə, 1x vurur 25 bölü 100-dür. Biri digərinin 25%-ni təşkil edir axı. Biri digərinin 25%-ni təşkil edirsə, 1x-dirsə, 1x plus x vurur 25 bölü 100-dür. Və bunların cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə. Hamısını 100-ə vursam, 100x, üstə gəl 25x, x-i də 100-ə vurdum, 100x. 125x-i də 100-ə vurdum, 100-lər 25x qaldı. 180-də 100-ə vuranda 1800, deməli, 18.000 elədi. 100 ilə 25x toplayanda 125x bərabərdir 18.000-ə. X də bərabərdir 18.000 böl 125-ə. 125-ə. Belə. İndi gəlin bunları biz nə edək? İxtisar edək. Yəni 18.000-i biz bölməliyik neçəyə? 125-ə. Düşəcək 144. 144. Sualın doğru cavabı olacaq D variantı. 144. Bizdən böyük bucaq istəyir axı. Böyük bucaq x-dir də. Yəni digər isə x vurur 25 bölü 100-dür. Biri x-dir. Biri x vurur 25 bölü 100-dür. Axı biri digərinin 25%-ni təşkil edirdi. Biri digərinin 25%-ni təşkil edirdi. İndi x-i tapdım neçə? 144. Yəni böyük bucaq 144 olacaq. Çünki həm də uyğun tərəfləri paralel olan bucaqlardan cəmi 180 olduğuna görə x 144 tapmışamsa, digəri bundan az olacaq da, yəni digəri 36 dərəcə olacaq. Ən böyük bucaq 144 olacaq. Sonra keçək digər suala, 8 nömrəli suala. ABC artan sıra ilə verilmiş natural ədədlərdir. AB 24-dür, BC 120 olarsa, C bölünsün A plus B nisbətən ala biləcək tam qiyməti tapın. Artan sıra ilə verilmiş ədədlərdirsə, neçə vuranda 24 eləyir? 4-ü 6-ya vuranda 24 eləyər. Əgər B-yə 6 vermişəmsə, burada da 6 olmalıdır. C neçə olmalıdır onda? C-də 20 olmalıdır. Həqiqətən də artan sıra olur da. 4, 6, 20. Və gətirib yerinə yazsam, deyir, nisbətən ala biləcək tam qiyməti tapın. C-nin yerinə 20 yazaram. Digərində yerinə 4-dən 6. 20 bölünsün 4-dən 6-nın cəmi 10-dur. 20-nin də ona böləndə 2. 8-də sualın doğru cavabı oldu D variantı. Keçək 9 nömrəli suala. 9 nömrəli sual kəsrlərin hesablanmasıdır. Hamısının məxrəcini eyniləşdirsəm 12 eləyə bilərəm də. 4-ə vuraram, 4-ə vuraram, 2-yə vuraram, 2-yə vuraram, 3-ə vuraram, 3-ə vuraram. Olacaq 12-də mənfi 8 çıx 2 üstə gəl 9. Olacaq 12-də mənfi 10, bu da elədir mənfi 1. Mənfi 10-un üstünə 9 gələndə mənfi 1.
12-də 1-i də böləndə 6-da 5-ə. Yəni bölmək əvəzinə vururam, amma tərsinə yazıram da digərin. 5-də 6. Burada da ixtisarlar getdi. 2 dəfə qaldı. Sürətdə -1, məxrəcdə də 2-ni 5-ə vuranda 10. 2-ni 5-ə vuranda 10. -10-da 1. 9-da olacaq B variantı. Keçirəm 10 nömrəli suala. Həqiqi ədədlər mövzusuna aid olan bir sualdır. Ümumiyyətcə, mən demişdim ki, moduldur. Və modul görsəz, modulda ifadə. Sonra, yəni modulda ifadələrin cəmi 0-a bərabər görsəz, kök altında elə sanki bu ifadələr hamısı kök altındadır. Kök altında ifadələrin cəmi 0-a bərabər görsəz, daha sonra mötərizədə kvadrat olan ifadələrin cəmi 0-a bərabər görsəz, sanki bu ifadələr hamısı mötərizədə kvadratdadır və bərabər də 0 görsəz, 0-a bərabərdirsə modul, kök, bir də kvadrat. Hər birini ayrı-ayrıqda 0-a bərabər eləmək lazımdır. Bu içəridəki ifadələrin hər birini ayrı-ayrıqda 0-a bərabər eləmək lazımdır. Yəni 5x üstəgəl 2a-nı da bərabərləyəcəm 0-a. 3x plus 3b-ni də 0-a bərabərləmək lazımdır. Çünki bu moduldur, kvadratdır, kökdür. Bunlar mənfi qiymətlər almırlar. Bunlar ancaq bir halda 0 ola bilərlər. İçəridəki ifadə 0 olsun. Çünki mən buna mənfi də versəm müsbət çıxacaq. Ona görə də bir halda 0 ola bilər ki, içəridəki ifadələr 0 olsun. İçəridəki ifadələri 0 eləyəndən sonra bu üçüncüdən yola çıxıram. Niyə? Çünki digərlərində 2 dəyişən var, bunda 1 dəyişən var. Mən buradan x-i tapa bilərəm. X bərabərdir 6-ya. X-i 6 tapandan sonra 3 tapaldım 18, 3b-ni də sağa atsam -3b. B də bərabərdir -6-ya. B-ni də tapa bilirəm. Sonra x-in yerinə aparıb 6 yazsam 5 tapaldım 30, 2-ni da sağa atsam -2a. A da bərabərdir 30-u da -2-yə böləndə -15. -6, -15, 6. A ilə B-nin cəmini istəyir. A ilə B-nin cəmi, yəni -15 ilə -6-nın cəmi də müsbət mənfiyə təsir edə bilmir. -15 ilə 6 elədi, -21. Sualın doğru cavabı 10-da Y variantı. Maraqlı bir sual idi. Keçək 11 nömrəli suala. Həndəsə sanlaşlar mövzusuna aid olan sualdır. OC tənböləndir. OC tənbölən olarsa, şəkildə verilənlərə görə AOC-ni tap. Bu işarəni görən kimi 90 dərəcə yazıram, perpendikulyar işarəsidir. Bu da tənböləndirsə x-dir də, bərabər bölüb. Və bunların cəmi neçə dərəcədir? 180 dərəcə. 2x üstəgəl 90, üstəgəl 44, bərabərdir 180-ə. 2x üstəgəl 136, 134, bərabərdir 180-ə. 2x bərabərdir 40, deməli 6, x də bərabərdir 46-nı 2-yə böləndə 23. AOC hansıdır da bucaqdır? Buradan bura kimi olan bucaq AOC-dir. Buradan bura kimi nələri var? 23 var, 90 var və 44 var. Yəni x-in biri var, x də 23 axı. 23, 90 və 44. AOC bu bucaqdır. Bunların da cəmi neçə eləyir? Bunları bir toplasaq eləyəcək 67, üstünə də 90 gələndə 157. 11-də olacaq D variantı. Keçək 12 nömrəli suala. Yenə üçbucaq mövzusuna aid olan bir sual. ABC üçbucağında BD hündürlük və AO da OB-yə bərabərdir. AO OB-yə bərabərdir. Deməli, bu bərabər yanlı üçbucaqdır. Burada gördüyünüz üçbucaq AOB üçbucağı bərabər yanlıdır. AO OB-yə bərabərdir. BAO 40 dərəcə, BAO 40 dərəcə. Bura 40 dərəcə olarsa, onda deməli burada 40 dərəcədir. Axı bərabər yanlı üçbucaqdır. OAD-ni tap. OAD-ni, bax bu ikisi soruşur. Bu bərabər yanlı üçbucaq olduğuna görə aşağıda 40 veribsə, digərdə 40-dır. 40, 40, 80 isə bura qalır 100. 100-ün qonşusu neçədir? Bəs 80. İndi burada da bu perpendikulyar işarəsində o 90-dır. 80, 90, 170, x-ə qalır 10. Axı üçbucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. Maraqlı bir sual idi bu da. 13 nömrəli sual. Keçək 13 nömrəli suala. 13 nömrəli sualda deyir, kəsir düzgün kəsir olarsa n alacaq qiymətlərin sayını tap. Düzgün kəsirdə bizi bilir ki, sürət məxrəcdən kiçik olur. Sürət məxrəcdən kiçik olur. Bunu da deməli hesablayacağım. 15-in sıfırın 6-ını sola keçirdirəm. İşarəni dəyişirəm. Kiçikdir 18-dən. 9n kiçikdir 18-dən. N də kiçikdir 18-i 9-a bölündə 2-dən. Bu ödəyəcək bir dənə 1 ödəyir də. N-in 1 qiyməti ödəyir. O da olacaq. Yəni say cəhətdən də bir dənədir. Elə qiymət olaraq da bir dənə. Amma tam qiymətlərin sayını tapır. Düzgün kəsir olarsa, bəli. Yəni olacaq burada cavab 1.
Say baxımından da bir dənədir. Sonra keçirəm 14 nömrəli suala. 14 nömrəli sualda deyir, ədədin 13%-nin üzərinə 4 əlavə etsək, ədədin 0-dan %29 hissəsi alınır. Bu ədədin tərsini tapın. Ədəd olsun x. X olsun bizim ədədimiz. 13%-nin üzərinə x vur 13 bölü 100. 13%-ni tapaq əvvəlcə. Üzərinə 4 əlavə etsək, üzərinə 4 gəlsək, həmin ədədin 129 hissəsi alınır. Bunu da kəsrinə yazıram. 129x. Bu şəkildə, yəni dediyi məsələ təsvir olaraq belədir, tənli olaraq. Ədəd olsun x, x-in 13%-nin üzərinə gəldim 4, x-in 13%-nin üzərinə 4 gəldim və bərabər elədim həmin ədədin 129 hissəsinə. İndi bu tənliyi həll edəcəm. %13x-i sağa keçirdəcəm, 4 qalsın yerində 129x-dən çıxıram %13x-i. Bu deyilədi 4 bərabərdir yüzdə 16x. Burada da 4 ilə 16 ixtisar gedir. Burada 4 dəfə qalır. Yəni çarpaz vursaq, burada olacaq 4x bərabərdir 100-ə, x də bərabərdir yüzdə 4-ə böləndə 25. Yəni istədiyiniz formada həll edə bilərsiniz bunu. Məsələn, mən belə əllədim. Siz belə də yaza bilərsiniz. Məsələn, 4 bərabərdir %29-dan 13 çıxanda burada qaldı 16x. İstəsəz məxrəcinə bir kimi baxıb çarpaz vurarsınız. Yəni, sanki heç bir 4 yoxdur. 16x-i 1-ə vurarsan 16x, 4-ü 100-ə vurarsan 400. X də bərabərdir 416-ya böləndə yenə düşəcək 25. Bu ədədin tərsini tapın deyir. 25-dir, düzdür. Ədədə x 25 tapdım. 25-in tərsi nədir? 25-də 1. Bunu da onluq kəsr kimi göstərəndə 1 25-ə böləndə 0-dan %4 alınacaq. Sualın doğru cavabı olacaq C variantı. Bu da maraqlı bir sual idi. Sonra belə suallarda hesablamalarda diqqətli olun. Bəzən yolu bilirsiniz, amma texniki səhv edirsiniz. Hesablamalarda cavab yəni səhv alınır. Keçək 15 nömrəli suala. Bu qaydanı həndəsənin asanlaşdıranda demişdim sizə. M qaydasıdır. M qaydasında baxın görürsünüz, M hərfinə oxşuyur. M qaydası deyirəm buna. Deməli, bu 3x çıxaq 40 ilə 7x çıxaq 60-ın cəmi nə qədər eləyir? 12 çıx 100 bərabərdir. O digər tərəfdəkinə 5x plus 20-yə. 10x-dən 5x çıxıram. 100-ü də sağa atıram. İşarəsini dəyişirəm. Üstünə 20 gəlirəm. 5x bərabərdir 120-yə. X bərabərdir 120-ni 5-ə böləndə 24-ə. X-i tapdım 24. 15 nömrəli sualda da doğru cavab olacaq A variantı. Belə əziz şagirdlər, sağ olun. Növbəti videolarda görüşənədək.